Salam uşaqlar, bu günləri işlədiyimiz testin izahlarını təqdim edirəm. Bayaqları təqdim elədim sizə və hansılar qalıbdır, hansını daha dərindən başa düşməmişsinizsə də bir sual verə bilərsiniz. Mən hamısını cavablandıracağım sizə. Baxın, birincidə nə deyir? Birinci sualda deyir ki, Əli, Orxan, Toğrul, Malik və Emil 5 mərtəbəli binanın ayrı-ayrı mərtəbələrində işləyəcəkdir. Məlumdur ki, Toğrul 5-ci mərtəbədə işləməyəcək. Malik Əlidən bir mərtəbə yuxarıda işləyəcək. Orxan Toğruldan nə bir mərtəbə yuxarıda, nə də bir mərtəbə aşağıda işləməyəcəkdir. Əgər Toğrul birinci mərtəbədə işləyəcəksə də, o zaman ikinci mərtəbədə kimlər işləyə bilər? Birinci mərtəbə, ikinci mərtəbə, üçüncü mərtəbə, dördüncü və beşinci mərtəbə. Məlumdur ki, Toğrul bizdə birinci mərtəbədə işləyəcəkdir. Və burada cavabları elə bir-bir artma üsulundan da eləyə bilərik. Məlum olan şərtlərdən biri budur ki, Orxan Toğruldan nə bir mərtəbə yuxarıda, nə də bir mərtəbə aşağıda işləməyəcək. Bizdən ikincini soruşduğuna görə, deməli Orxan bizdə ikinci mərtəbədə ola bilməz. Orxan olan variantları atdıq. Və sonra gəlin növbəti, yəni Toğrul 5-ci mərtəbədə işləməyəcək deyib bizə məlumdur Toğrul harda işlədiyini və Malik Əlidən bir mərtəbə yuxarıda işləyəcək. Deməli Malik Əlidən bir mərtəbə yuxarıda işləyəcəksə də, o zaman yəni bizdə birdə Toğruldur. Biz əlini 2-yə yazsaq, Malik 3-ə düşəcək. 50-ni 3-ə yazsaq, Malik 4-ə düşəcək. Əlini 4-ə yazsaq, Malik 5-ə düşəcək. Buradan da məlum olur ki, Malik də ikinci mərtəbədə işləməyəcəkdir. Və buradan cavabları açsaq, o zaman bizdə elə cavabımız qalır Emillə Əli. Asan suallardan biri idi. Növbəti sualımız, ikinci sualımız Python sualıdır. Python sualı daxilək. İkinci sualda bizə nə deyir? İkinci sualda deyir ki, proqramın icra olunarkən klaviaturadan 8 ədədi daxil edilərsə, ekranda nə çap olunacaqdır? X-a bizdə veribdir, neçə? 8 klaviaturadan. A-mız 4-ə bərabərdir. For i in range 0-dan 8-ə qədər 0-dan 8-ə qədər qiymətlər deyil. Əgər A ondan bitdirsə də A bərabərdir. A üzərinə gəlinsin. I vurulsun 2. I vurulsun 2. S əks halda A bərabərdir. A üzərinə gəlinsin I. Biz burada i-yə bütün qiymətlərini yazacaq. I deməli alacaq 0, 1, 2, 3, 4, 5, 6 və 7. Gəlirəm yoxlayıram. I-nin birinci hansı qiymətini götürürəm? I-nin birinci qiymətini götürürəm, I-nin 0-dır. Gəlirəm şərti yoxlayıram. A 4-ə bərabərdir. 4. Bitdim ondan. Hə. A olacaq neçə? A-mız 4-dür. Üzərinə gələcəm. 0-ı vuracam 2-yə. Eləyəcək 4. A-mız 4 olaraq qaldı. Sonra i-nin gəlirəm növbəti qiyməti, 1 qiymətini götürürəm. Burada A-mız yenə 4-ə bərabərdir. 4 kiçikdir ondan. Hə. A bərabərdir. 4 üzərinə gəlinsin, 1 vurulsun 2. Elədi 6. A-mız oldu 6. I-nin növbəti qiymətini götürürəm. I-nin növbəti qiyməti 2-dir. A 6 olduğuna görə və 6 kiçikdir ondan. Hə. A bərabərdir. 6 üzərinə gəlinsin. 2 vurulsun 2, 4. Elədi 10. Sonra i-nin növbəti qiymətini götürürəm. Bizdən hansı qiymət üstü printdə nədir? Print A-nı istəyir bizdən. Print A-nı istəyir. Və bərabər. I-miz növbəti qiyməti 3-dür. 3-ü götürürəm. Gəlirəm yoxlayıram. 10. Kiçikdir 10-dan. Xeyr. Olduğuna görə S qoluna keçirəm. Və A-nın üzərinə, yəni A-mızın qiyməti 10 idi. Onun üzərinə gəlirəm. Nəyi? Bizdə i-nin qiyməti 3-ü gəlirəm. Və buradan baxıram ki, artıq buradakı şərtdən sonra və bu şərtdən sonra bu qiymətlər həmişə else düşəcək. Çünki qiymətimiz ondan çoxdur. Ondan çox olduğuna görə else düşəcək. Deməli, 3-ün üzərinə gələcəm 4-ü. Hər dəfə i-nin qiymətini götürdükcə 5-i, 6-nı, 7-ni. Bu da bizə verəcək 10, 20, 35. Cavabımız olacaq 35. İkinci sualımızda cavabımız oldu 35. Keçək növbəti suala. Üçüncü sualda bizə deyir ki,
3-cü sualda bizə deyir ki, 100 simvollu əlifba ilə vasitəsilə kodlaşdırılmış mətn informasiya həcmi 420 kilobaytdır. Bu mətn 128 səhifədən, hər səhifədə 64 sətirdən ibarətdir. Hər bir sətirdə orta hesabla neçə simvol olduğunu müəyyən edin. Bizim məşhur düsturumuz SSSI düsturundan istifadə edirik. Burada biz neçə simvolun olduğunu tapa bilərik. Simvol sayını tapmaq üçün həcmi böləcəyik nəyə? Sətir, səhifə, bir də əlifbanın ismi. 100 simvollu əlifba dediyinə görə 100 simvollu əlifbada bizim imiz nəyə bərabər olacaq? İmiz 7 bitə bərabər olacaq. 420 kilobayt bölünsün. Məsələn, 128 səhifə vurulsun, 64 sətir vurulsun, 7 bit. Biz burada hamısını eyni vahidə gətirməliyik ki, ixtisar getsin. Kilobaytda vurduq 2-nin üstü 13 bit elədi. Kilobayt silinəndən sonra sadələşdirək. 420 vurulsun 2-nin üstü 13. Bu 2'nin üstü 6, 2'nin üstü 7. 6 ile 7, 2'nin üstü. Burada 2'nin üstü 13, burası 7. 2'nin üstü 13 gidecek. 420'de 7'ye bölende 60 simbol olacak. Mətnimiz 60 simvoldan ibarət imiş. Növbəti sualımız 4-cü sual. 4-cü sualda bizə nə deyir? Deyir ki 160 n bərabərdir 133 n plus 1. Say sisteminin doğruluğunu yoxlayın. Bunun üzerine yazırıq 0, 1, 2, 0, 1, 2. 1 vurulsun n'in kvadratı, üzerine gelmesin 6 vurulsun n'in üstü 1, üzerine gelmesin 0 vurulsun n'in üstü 0. Da beraberdir. 1 vurulsun n gerek 1'in kvadratı, üzerine gelmesin 3 vurulsun n plus 1'in 1, üzerine gelmesin 3 vurulsun n plus 1'in üstü 0. Ve buradan getdik. N'in kvadratı üzerine gelsin 6n beraberdir. Buradan çıkacak n'in kvadratı üzerine gelip 2n 24 kimi yazdım. 2n üzerine gelsin 1'in kvadratı. Burada 3n üzerine gelsin 1. Burada da bize verecek 0 üstü kəmiyyət 1 elədiyinə görə 3. Sadələşdirək. N'in kvadratları getdi. Burada 6n'dir. Burada 5n'dir. 6n, 5n. Burada keçəndə n bərabərdir. Nə qaldı? 1 üzərinə gəlinsin 1. 1 üzərinə gəlinsin 1. Üzərinə gəlinsin 3. Ve 5. Burada neyse. Hesapladım. N'in kvadratı burada artı n'dir. Burada 0. N'in kvadratı üzerine gelmiş 2n üzerine gelmesin 1. 3n üstə gələk 1. Bu da 3. 6n 5. 5n 6n 5n kvadratı da beraber neyse düz hesaplamadım, baştan götürün. n beraber 133 n üstə gələk 1. N kvadratı üzerine gelmesin 6. N üstə gələk 1'in kvadratı üzerine gelmesin 1. Üzerine gelmesin 3. N kvadratı üzerine gelsin 6. N kvadratı 2. N kvadratı üzerine gelsin 2n. Üzerine gelsin 3. Üzerine gelsin 100 üzerine gelsin. Burada burası hesaplamak.
Bunlar getdi, bunlar getdi. N bərabərdir 1 üzərinə gəlsin 3, üzərinə gəlsin 3. N-i də elədi 7. 7'li say sistemi de ödür. 6 ödeyə bilməzdir. Çünki 6'dan aşağı ola bilməz. Çünki burada 6 veribdir. Və ən aşağı say sisteminin əsası 7'dir. Növbəti sualımız aşağıdakı proqramın fraqmentlərin yerinə yetirilməsi nəticəsində hansı ifadənin qiyməti hesablanır? Baxaq burada. Yəni bir neçə mərhələ geçsək artıq bizə məlum olacaq ki, burada nə göstərir. N-ə hər hansı bir qiymət verək, N-ə bir 4 qiymət verək. P-miz 0'dır, Ü-müz 1'dir. S-imiz də 0'dır. Gəlin for i in range bərabərdir 1-dən 5'ə qədər. 1'dən 5'ə qədər. İ'mizin qiymətləri nə olacaq? İ'miz olacaq 1, 2, 3, 4. 1-2 mərhələ geçsək bizdə cavab artıq çıxacaq. P bərabərdir. P-nin qiyməti 0 idi. Üzərinə gəldik. İ'nin birinci qiymətimiz 1'dir bizdə. 1 bölünsün 1. Mənə verdi 1'i. Sonra Q bərabərdir. Q'müz 1'dir. Vurdum 1'ə elədi 1. S də bərabərdir. S üzərinə gəlinsin. Q bölünsün P. Q'müz də 1'dir. P'miz də 1'dir. S'imiz oldu 1. Sonra i'nin növbəti qiymətini qoysaq yerinə i bərabərdir 2'yə. P bərabərdir. P'nin sonuncu qiyməti 1 idi. Onun üzərinə gəldim. 1 bölünsün. 1 bölünsün. İ'nin qiyməti neçədir? 2. Q'müz də bərabərdir. P də bərabər 1 vurulsun. İ'nin qiyməti 2. Gəldik. Və burada yenidən yerinə yazsaq. S bərabər S bölü 2 bölünsün. Bərabər. Üzərinə gələcək. 1'in üzərinə gələcək. Nə? Yəni biz burada bir faktorial da yaza bilərdik. Aydın olsun. Və yazmaya da bilərik. Uyğunluğu tutmaq, yəni gedişatı tutsaq daha bəsdir bizdən. Aha. Getdik. Üzərinə gəlsin burada. S-in üzərinə gəldik. 2 bölünsün P. Q'müzün qiyməti 1 vurulsun 2. 1 vurulsun 2 bizə nəyə verir? Burada 2 faktorial verir. Və məxrəcdə 1 üstə gələk 2-də 1. Əgər mən yenidən getsəm, o zaman burada bizdə i'nin növbəti qiymətində 3'dür. P'miz bərabərdir neçə? P'miz bərabərdir 1 üstə gəlinsin. 2'də 1 üzərinə gəlinsin. Və 1. Q'müz də bərabər olacaq 1 vurulsun 2 vurulsun 3. Deməli bizdə sürət faktorialı hesablayır. Və məxrəc də 1 bölə həmin ədədi 1'i verilmiş hər hansı bir i'nin qiymətini 1'ə bölə gedirsən. Cavablarda baxırıq ki, yəni bunlardan heç biri uyğun gəlmir. Yəni bizim bu gedişata uyğun olaraq A bəndidir. Növbəti sualımız nədir? Deyir, avtomat n ədədi 0n 255 aşağıdakı alqoritmə görə n ədədinin 8'li ikilik say sisteminə yazılışı qurulur. İkilik say sisteminə bütün rəqəmlər ikisinə çevrilir. Alınan yeni ikilik ədədi onluq say sisteminə çevrilir. Alınan yeni və fərq arada qalır. Yəni burada nədir bizdə? Bu n ədədidirsə də 255'dən çıxacağım n-i. Bizdə məlum olmayan, yəni hər hansı bir n ədədidir. Yəni çıxılan n ədədi çıxılanı buradan çıxıram və mənə verdi 113. 255 çıxılsın 2n bərabərdir 113. 2n'in bərabərdir 142'yə. N'im də bərabər olacaq 71'ə. Keçək növbəti sualımıza keçək. Növbəti sualımızda bizə nə deyir? Növbəti sualda bizə deyir ki, kompüter sistemində qeydiyyat zamanı hər hansı bir istifadəçi 9 simvoldan ibarət parol verilir. Və parol yalnız 13 simvoldan ibarət dəstədən ibarətdir. Yəni 9 dənə simvoldur. 1, 4, 5, 6, 7, 8, 9 dənə. Və burada hərəsində 13 simvoldan ibarətdir. Məlumat xəzinəsində hər bir məlumat saxlanması üçün eyni mümkün. 13 simvolu kodlaşdırmaq üçün bizə
4 bit informasiya lazımdır. 9 simvol vurduq 4-ə. Bizə elədi 36. 36 bitdi. 36 bitimiz də tam olmadığına görə üzərinə 4 gəlirəm eləyir 40 bit. Deməli bir simvolu kodlaşdırmaq üçün 5 byte informasiya lazımdır. Və bir də sonunda deyir ki, saxlanır və bunun hər bir istifadəçiyə 10 byte. Yəni 10 byte özü verir. Üstə gələnsin 5 byte da biz tapdığımızdır. Elədi 15 byte. Yəni bizdə hər bir istifadəçini kodlaşdırmaq üçün 15 byte informasiya təqdim olunur və bizdən soruşur ki, 60 dənə belə işçini istifadəçi haqqında məlumatın saxlanması üçün byte-la ölçün. Qardaşım, vururam 15-ə, bizə verir 900 byte. Bunu yazmışdınız, hamınız düz yazmışdınız. Ona görə tez keçdim üzərindən. Keçək növbətiyə alqoritmdir. Alqoritmdə bizdən nə soruşur? Deyir ki, başlanğıc qiyməti, C qiyməti. Bax, C-nin qiymətini baxırıq ki, C-miz hər dəfə A-nın qiymətini alır. Və A-mız da 1-dən başlayır. A-mız 1-dən başlayır, C-miz də isə 2-dir. Mən bunun hamısını bir-bir yazsam, yəni hesablasam uzun vaxt gedəcək. Baxıram ki, bizdə nədir? A-mız ancaq 512 olanda həll oluna keçəcək. Və buradan baxıram ki, C-miz nə ilə başlayıb? C-miz başlayıb 2 ilə. A-nın birinci qiyməti 1-dir. Üzərinə gəlib 1. 1-i 2-yə vursam 2. Sonra 2-yə vursam, yəni hamısını aydın yazmıram, bir dəfə cəmləyəcəm, axırda qiymətini yazacağam. Və bunu mən hər dəfə qiyməti yazsam, bax gəldik sonra 2 qiymətini aldı A-mız, sonra 2-yə vursaq, üzərinə gələcək 4, üzərinə gələcək 8, üzərinə gələcək 16, üzərinə gələcək 32, 64, 128, üzərinə gələcək 256, 256'nı alacaq və 256'nı aldı, sonra gəldim 256'nı vurdum 2-yə, 512, 512 olanda artıq mən buradan dövrdən çıxdım, hər qoluna keçdim. Və bunu cəmləsək bizdə nə verəcək? Bunu cəmləsək bizdə hesablayaq 256, bu neçə elədi? 5, 4, elədi 9, 9'un üzerine geldik. 8, 17. Bu ise 17. 16, 34, 100. Yani orada 513. Bu bize verdi 513 verdi. Cəmi 512 verməlidir. Bir dənə də 513. Və burada gəldim A-nın qiyməti nə oldu? 513 vurdum 3-ə. 513'ü 3'ə vuranda bizə verəcək 1539. Və son qiymətimiz C bərabərdir. 1539 üzərinə gəlsin 1 elədi 1540. Cavabım A bəndi. Dokuzuncu sual. 9-cu sualda deyir ki, bir qrafik təsvirin palitrasında 1024 rəngli fərq var və əgər palitradakı rənglərin sayı 64 dəfə azalırsa, 1024'ü 64 dəfə azaltmaq, onu bölmək deməkdir. 212. Deməli, əvvəlcə məndə olub 1024, sonra olub 16. Əvvəl olub 10 bit, sonra olub neçə? 4 bit. Nə qədər azalıb? Deməli, onu da bölürük 4'ə, bu da 2'dən 10'da 5 dəfə azalır. Bunun üzərində izahlayayım. Deyir ki, disk cleanup. Disk cleanup nə iş gördü? Sistemdəki lazımsız failləri silirdi. Ondan sonra disk defragmenter. Failləri optimal şəkildə bir yerə yığırdı. Antivirus proqramlarda virus və zərərli proqramlardan qoruyurdu. A, B, C. Cavabımız D bəndi. 11-ci sual. 11-ci sualda bizə deyir ki, Windows əməliyyat sistemində doğru olmayan fayl adını göstərin. Windows əməliyyat sistemində biz bilirdik ki, hansı işarələr qadağan olmuş işarələr idi? Buydu, buydu, buydu. Sonra ulduzuydu, bir nöqtə idi, böyükdür, kiçikdir, sual, bir də bu. 1, 4, 6, 8, 9 dənə sınır. Baxıram ki, indi burada A bəndində
Bu qadağan olunmuşlardan heç biri yoxdur. Bu ola bilməz. Burada qadağan olunmuş yoxdur. Burada da yoxdur. Burada da yoxdur. Cavab Y bəndi. 2 nöqtə fark eləyə bilməz. Növbəti sualımız 12-ci sual. 12-ci sualda deyir ki, A4 qısın A böyük, sonra A7. 3 və 4, 7 olan sistemdə yazmış hesablama zamanı əməliyyatın onluq say sistemi. Onluq say sisteminə keçək. A vurulsun 4-ün kvadratı, yəni üzərinə 0, 1, 2 yazsaq. A vurulsun 4-ün kvadratı, üzərinə gəlinsin A vurulsun 4-ün üstü 1, üstə gəlinsin A vurulsun 4-ün üstü 0. Çıxılsın A vurulsun 3-ün kvadratı, üstə gəlinsin A vurulsun 3'ün üstü 1, vurulsun A vurulsun 3'ün üstü 0. Məxrəcdə A vurulsun 7'nin üstü 1, üzərinə gəlinsin A vurulsun 7'nin üstü 0. Açaq. 16A üstə gəlinsin 4A, üzərinə gəlinsin A. Çıxılsın 9A, çıxılsın 3A, çıxılsın A. Məxrəcdə də 7A çıxılsın A. Məxrəcdə də 7A çıxılsın A. Bu elədi. 16, 21 A çıxılsın 9, 1, çıxılsın qaldı. 12 çıxılsın 3, 11. Bu elədi. 7A. 7A bölünsün 7A. Cevabımız kaldı 1. Cevap oldu C bəndi. 12-ci sual keçdik. Bənzər sual yoxdur. Hamısı hesablanma vaxtı aparır. Tələbələr adlı cədvəllərdə fraqment verilmişdir. Deyir nədir? Biz burada baxırıq əsas hissəmiz. Əsas hissəmiz. Baxırıq, kriteriyamıza baxırıq ki, balı 175-dən yuxarı olan və keçid balı 70-dən yuxarı olan tələbələr keçmək. Baxıram, yəni burada fərqli xanalarda olduğuna görə biz oradan istifadə edəcəyik. Ulduz 175-dən yuxarı olan balı bir budur. Budur. Keçid balı 70-dən yuxarı olan bu və or olduğuna görə bütün hamısını götürməliyik. Bütün hamısını götürməliyik deyəndə, yəni bizdə sətirləri 1, 2, 3, 4, 5, 6 dənə sətir var. Birinci hissəni ödəyən hansılardır? 1 ilə 1, 5, 6. Or olanda 1, 2, 3, 5, 6. Or olanda kəsişməsini götürürük, hamısını əlavə edirik. Deməli, nəyə götürə bilərik? 1 götürə bilərik, 2-ni, 3-ü, 5-i, 6-nı. Cavabımız olacaq A bəndi. 5 dənə yazı bizdə bu ödəyir. Növbəti Python sualıdır. Bir hissəsini gedəcəm, ondan sonra başa düşəcəksiniz, arxasını getməyəcəm. String bərabər Python for in string Yine print i len i çıxılsın 2 elementi end bərabərdir boşluq. Bax, hər dəfə gələcək biz burada nə edəcəyik? String sətrindən hər dəfə bir qiyməti götürəcəyik. Bir dəfə i-yə götürəcəyik p-ni, bir dəfə götürəcəyik y-ni, bir dəfə götürəcəyik i-yə y-ni,
və bir-bir belə aydın gedəcək. Və gəlir götürürəm. Birinci dəfə götürürəm i-yə 1-i, p-ni götürürəm. P məndə artıq yeni bir sətr kimi götürdük və burada bunun leni nəyə bərabərdir? I-nin leni, yəni bax məndən i-nin lenidir. Ha, stringin leni demirdik. Stringin leni desə biz bunu götürürük. Biz burada i-nin lenini götürürük. I-nin leni 1-ə bərabərdir. Və 1-dən 2 çıxıramsa da, deməli məndə burada nə olacaq? -1. Və -1 də i-nin mənfi elementidir. Yəni biz sağdan sola doğru nömrələyəndə burada yazırdıq -1, -2, -3. Və ona görə bizdə burada bu soldan sola nömrələsək 0-dır. Bu tərəfdən, yəni sağdan sola eləsək bu -1-i göstərir. Və mən burada p-ni çap elədim. Yəni deməliyir ki, bunun arasında bir boşluq qoyacağam. Bir boşluq qoyacağam. Sonra i-yə gəlirəm, növbəti qiymətini götürürəm. i-yə götürürəm i-ni. Bir səthrdir. Yenə eyni qaydada i-nin mənfi elementini tapmalıyam. Və buradan da məlum olur ki, hər birinin arasında aralıq qoymaqla elə Python sözünü çap edəcək. A bəndi olacaq cavabımız. 15-ci sual. On 5-ci sualda bizə nə? Python dilində yazılmış kodun icrasından sonra ekranda nə çap olunacaq? Və burada n bərabərdir. N bərabərdir 1, 2, 3, 4, 5. S-imiz 0-a bərabərdir. Deyir ki, nə qədər ki, n-im, benim 0-dan fərqlidirsə də, o zaman n-i böl ona qalığını götür və onun da bölməsinə alınan qalığı götür. Bərabər ilə, əgər 0-a bərabərdirsə, burasını hesabla, əgər bərabər deyilsə, s-ini hesabla. Götürək. 1, 2, 3, 4, 5. Gəldim, götürdüm, məndə n nə qədər? 12345 fərqlidirmi? 0-dan. Bəli olduğuna görə düşdüm if-ə. If-də yoxlayıram. N-i böldüm 10-a. N-i böləndə 10-a, məndə qalıq nə qaldı? 5. Və 5-i də 2-yə böləndə qalıq nə qaldı? 1. 1 bərabərdir 0-a. Olmadığına görə mən düşürəm S qoluna. S-də də yazıb ki, S vurulsun 2. Yəni S-in qiymətini böləcəm 2-yə. S-in qiyməti 0 idi, oldu yenə 0. Sonra gəlirəm, N-i bölürəm 10-a. N-i tam hissəni götürürəm. 1, 2, 3, 4, 5-i böldüm 10-a. Mənə nə verdi? 1, 2, 3, 4. Və yenə yoxlayıram. 1234 fərqlidirmi 0-dan? Hə olduğuna görə if-ə düşürəm. İf-ə düşürəm yenə if-də n bölə. Sonucunu götürürəm. 10 böldüm bunu 10-a. Elədi. Qalığım 4. 4-də 2-yə böləndə qalığım elədi neçə? Qalığım elədi 0. Deməli şərt ödədir. S-in qiyməti 0 idi. Üzərinə gəlib n-in 4-ə 10-a bölünməsindən qalıq. N-i də 10-a böləndə qalıq nə qaldı? Qalığımız 4-dür. S-im oldu 4. N-i yenə eyni qaydada böldüm. 1234-ü böldüm 10-a. Mənə verdi 123. Yoxlayıram. 123 fərqlidirmi 0-dan? Hə olduğuna görə yenə if-ə düşürəm. If-də yoxlayıram. If-də böldüm 10-a. Qalığım 3. 3-ü də böldüm 2-yə. 0-a bərabərdirmi? Xeyr. Artıq düşdüm S-ə. S-in qiyməti neçə idi? 4. Vurdum 2-yə. Elədi 8. Buradan belə məlum olur ki, yəni tutmaq olar ki, tək elementlərini vurur 2-yə, tək olanda. Və cüt olanda, onda qalığını üzərinə gəlir. Oldu 8. 123-ü böldüm 10-a, elədi 12. 123-ü böldüm 10-a, 12. 12 fərqlidirmi 0-dan? Hə olduğuna görə gəldim, düşdüm yerə. N-i böldüm 10-a. Qalığım neçədir? 12. 12-ni böldüm 10-a. Qalığım 2-dir. 2-ni 2-yə böləndə nə oldu? 2-ni 2-yə böləndə qalıq 0-a bərabər olduğuna görə S-im 8 idi. Üzərinə gəldi 2-ni. Elədi S-im 10. Və sonra
12'ni böldüm 10'a, elədi 1. 1 fərqlidirmi sıfırdan? Hə olduğuna görə yenə gəldim yoxlayıram. 1'i bölürəm 10'a, qalığım 1'dir. Qalığı 2'yə böləndə, 1 2'yə böləndə fərqlidirmi? Yox. Artıq S-ə keçirəm. S-in qiyməti 10 idi, vurdum 2'yə. S-in qiyməti oldu 20. 1'i böldüm. Buna artıq 0 verdi. 0'da sıfırdan fərqli olmadığına görə S-in sonuncu qiyməti 20 çap olundu. 15-ci sual getdik. 16-cı sual. 16-cı sual asandır. Ordu. Bax, deyir ki, neçə dəfə məndən soruşur ki, bəli. Bəli desə də, o zaman məndə bu şərtlərdən ən azından biri ödənməlidir. S-imiz bizim birinci yerdə duranlardır, T-imiz ikinci yerdə duranlardır. Və bizdə öyle olmalıdır ki, burada 9'dan hər ikisində də 9'dan kiçik olmalıdır. Yəni, fərqi yoxdur. Ya birinci S-i 9'dan kiçik olsun və yaxud da T. Burada şərtimizi bu ödəyir, burada bu ödəyir, bu ödəyir, bu ödəyir, ödəyir, ödəyir. 1, 2, 3, 4, 5, 6, 7 dəfə bəli çap olunacaq. Sual deyildi. Növbəti egziyə sualımızdır. Birinci hesablayaq. A1 bölünsün B2. Bizdə A2, Y2 xanalar diapazonunu göstərir. A1 bölünsün B1. A1'imiz neçədir? 6'ı 3'ə böldüm, elədi 2. C1 çıxılsın 4. C1'dən 4 çıxdı, 6'dan 4 çıxdım 2. Sonra B1 çıxılsın 2. Bu hissəm oldu 1. Məndən soruşur ki, buranı soruşur. Burada bizdən D1 xanasını soruşur. Bunu tapmalıyıq, D1 xanası. Sonra baxıram, Y1 vursun 2. Burada baxıram ki, bizim diaqramların içərisində 3 dənə 2 var. Yəni, bax, bunlardan 3 dənəsi bir-birinə bərabərdir. 3 dənəsi 2'dir, bir dənəsi də bir-birinə bərabərdir. Burada tək qalan 1'dir. 1 olduğuna görə yazacağım D1, çıxılsın 4 bərabərdir 1. D1'im də bərabər olacaq 5'ə. Sonra mətin redaktorlarından bir dənə test. Python sözü seçilir. Və Python sözü seçiləndən sonra kursiv yazılır. Kursivlə olan bunlar da var. Sonra yaz sözü seçilir. Ctrl B. Ctrl B. Kodu sözü seçilir. Ctrl U. Altdan xətt olan bunlardır. Sonra yaz sözü seçilir, italik olunur. Kodu. Sonra kodu sözü seçilir. Bold olur. Ve Python seçilir. Python seçilirdi və Python seçilir, Ctrl U basılır. Bizdə Python sözümüzün üzərində nə olur? Bax, Pythonda həm italik olubdur, həm də U olubdur. Yəni, bizdə Pythonda qalın yoxdur. Burada da altdan xətt yoxdur, buradan da altdan xətt yoxdur, buradan da altdan xətt yoxdur. Cavabımız C-dir. Sonra 19-cu sualımız. 19-cu sualımızda nə deyir? 19-cu sualda deyir ki, faylların 5 informasiya rejimləri verilmişdir. Bu fayllardan 4096 byte klasterə malik diskdə yerləşdiyini nəzərə alaraq bütün səs diskdəki, deməli bizdə bir klasterimiz 4 kilobayta bərabərdir. Yəni 4096 byte'dan keçdi kilobayta. Bizdə də hansılardır? Burada səs fayları MP3'dür, WAV-dır, bir də MIDI-dir. Bunlar ki 33 kilobaytdır. 33 kilobaytı biz klasterdən əvəz eləsək, deməli bir klasterin 4 kilobaytdırsa da 4 kilobaytdırsa da X-in 33 kilobaytdır. Deməli biz burada neçə dənə kilobayt 33'ün üzərində
4 neçə dəfə yerləşəcək? 34 dəfə 8, 32, 32. Deməli 5 dənə klaster lazımdır. 5 dənə klaster lazım olduğuna görə 32'ni böldüm 6. 32'ni böldüm 4'e. 8. Bizde burada 9 klaster lazım olur. 9 klasterimizde 4 kilobaytdan eləyir neçə? 36 kilobayt. Və burada 37'dir. Biz bunu 4 kilobaytdan götürsək bu bizə verəcək 40 kilobayt. Burada 49 kilobaytdır. 49 kilobaytı da biz klasterlə eləsək 48 üzərinə 3 gəlsək 52. 52. Bu 8, 7, 5, 128 kilobayt bizdə klasterə yer lazımdır. Növbəti 20-ci sualdır. 20-ci sualda bizə nə deyir? Windows-un əməliyyat sistemində masa üstündəki sənədləri və qovluqları hansı meyarlara görə əsasən sıralama olar? Addır, ölçüdür, son dəyişiklik vaxtıdır. Cavabındır cavabımız. Növbəti testimiz 21-ci testdə nə deyir? 21-ci testdə baxırıq ki, hər dəfə 2-nin üzərinə gəlib x vuruqdur 4, üzərinə gəlib 3. Və bizdən soruşur ki, 1-in yerində nə olmalıdır və 2-nin yerində nə olmalıdır? Baxıram ki, axırıncı qiymətimiz nədir? 18-dir. İnin sonuncu qiyməti 18 olduğuna görə biz burada belə bu işarədən istifadə edirik. Yəni 18 kiçikdir, 18-dən kiçikdir, bərabərdir, ola bilər. Və baxıram ki, hər dəfə bizdə imiz 2 vahid artıqdır. 2 vahid artdığına görə, yəni 2 olubdur, sonra 4 olubdur, sonra 6 olubdur, imiz olacaq 1 üstə gələnsin 2. Cavabımız elə adamdır. Burada 22-ci sualda deyir ki, A-mız 2, B-miz 3. Burada A-mız 2, B-miz 3, C-miz isə 1-ə bərabər olduğuna görə nə edəcəyik biz burada? Bunu hesablamalıyıq. Deyir ki, A, yəni 2 kiçikdir, bərabərdirmi? B çıxılsın C-dən. 2-yə bərabər olduğuna görə həll oluna keçəcək. N-miz olacaq, C üstə gələrsə. N-miz elədi 2, sonra N-miz də bərabərdir, N-in qiyməti. M-ə qiymət aldıq. Burada 2, vurduq B-yə və elədim 6. Cavabımız oldu 6. İstanbul tas qarışdırdıq. Növbəti sualda bizə deyir ki, A şəhərindən birləşdən yol sxem verilmişdir. Hər bir yola yalnız oxtaki istiqamətdə hərəkət etmək mümkündür. A nöqtəsindən H nöqtəsinə gedən və C nöqtəsindən keçmək. Yəni biz C'dən keçməməli. A-dan çıxdı 1, 1, 1. B-dən B-yə daxil olub 1, B-dən çıxanlar 1. Y-yə daxil olub neçə? 2 dənə, Y-dən çıxanlar 2. Sonra C-yə daxil olub 1, 1. Olub 2. 2. Və buradan bu C nöqtəsindən keçmədiyinə görə gəldik buraya F2, burada da 2. 4 dənə yol. Cavabımız 4. Deyir ki, elektron cədvəldə A2 vurulsun A2 vurulsun A1 çıxılsın 4 formulu yazılır. Əgər formula D4 xanasına yerləşdirilərsə də, öcə qiymət nə olacaq? Bax, C3-dən keçmişəm nəyə?
Demişəm D4-ə. Bunun bir vahid artıq, sətrin bir vahid artıq. Deməli, mənim düsturum nə olacaq? 2 vurulsun, B2 çıxılsın 4. B2-nin qiyməti nədir? 2. 2-nin üzrü, 2-ni vurdum 2-yə. 4. Cavabım oldu 0. Bu da sorunun əzab əziyyətlə hesabladığı və düzgün cavab almadığı bir dənə test. Sizə verilib nə? N, L, equals. Bu belə bir ədəd verilibdir Rum rəqəmində, Rum rəqəmində. Biz bunu ilkin olaraq 10-luğa keçəcək. Sonra 8-liyə keçəcək. Bizdə bu nə eləyir? 1064. 1064 ədəd eləyir. Və mən bunu 8-liyə keçmək üçün hər dəfə 8-ə bölməliyim. 8-ə böləndə 133. Allığım oldu 0. Burada oldu 0. Böldüm 133'ü 8'e. 16 tam ne kadar? Burada kaldı 128. 5. Allığımız 5. 5'i 8'e böldüm 2. 16'yı 8'e böldüm 2. 0. Bundan əvvələ doğru 20. Cevabımız olacaq 2050. Ve burada nə? Tur paketlər verilibdir, bazası verilib. Üst cədvəldə mərkəzi rayonda yerləşən tur operatorlar tərəfindən yaz aylarında Avropa ölkələrinə neçə tur satılmışdır? Biz burada mərkəzləri seçməliyik. Birinci mərkəzi rayonlar. Mərkəzidə baxırıq ki, T102-dir, T104-dür. Və T102, 104. Baxıram, T102, 104. Burada hansılardır? 1, budur, budur və yoxdur. Və mənə deyir ki, yaz aylarında, yəni yaz yay. Oktyabr bizdə payız qış ayı olduğuna görə bunu götürməyəcəyik. 2 dənə. Mayla marta götürəcəyik. 60-ın üzərinə 47 gələcəm. Gələcək 0, 110. Cavabımız olacaq ki, 110 dənə tur. Bu bizdə 26-cı sual idi. Gecə 27-ci sualda. 27-ci sualda nə deyib? Tətbiqi. Baxıram hansılardır. BD tətbiqi, yəni SketchUp-dır, Access tətbiqdir. Sistemlər bizə nə lazımdır? Adı ScanDisk sistemdir, proqramlaşdırma dilidir, bu olmaz. WinRAR. AY. Qaldı bizdə 3 dənə. Hansı suallarımız? Alqoritm qurmaq sualları, bunları da bir izah eləyək, yəni çətin suallar deyil. Götürək. Bizə verilib nə? Cəm verilib, hasil verilib. Baxıram ki, P bərabərdir 1 vurulsun 4, sonra vurulsun 9, vurulsun 16. Baxıram ki, nədir bunlar? Kvadrata uyğun gəlir. Yəni bir-birinə vurulmasın. Və n-ə qədər. Və ilkin olaraq nə götürmək? Əvvəlki kimi hamısının əvvəli başlanğıcdır. Bizə verilib hər hansı bir n-ədədir. N-ədədini daxil eləməliyik. Sonra biz daxil eləməliyik P hasil olduğuna görə P bərabər elədik 1. Yəni cəm olsa 0 götürə bilərdik. Həm burada hasil olduğuna görə hər dəfə 0 götürə bilməliyik. 0 götürsək bizdə cavabımız düzgün alınmayacaq. Və i-nin qiyməti də nədən başlayıb? I-nin qiyməti başlayıb bizdə 1-dən. Bizim verilənlərimiz. Sonra biz buna bir şərt verməliyik ki, nə qədər ki, i-nin qiymətini də götürüb bizdən. Nə qədər ki, i-miz stit bərabərdir n-ə, aşağıdakı bir həll oluna keçəndə, bizdə hesablasın nəyi? P-nin qiyməti vurulsun i vurulsun i. Yəni i-nin kvadratını. Və i-ni hər dəfə biz nə etməliyik? Bir vahid artırmalıyıq ki, i-nin qiymətini bir vahid artırmalıyıq ki, bu cavablar alsın. Və bunu gətirdik. Şərti bura yoxlanandan sonra və axırda
yox qoluna nə çıxacaq? Bu şərtdən çıxanda P-nin qiymətini çap eləmək üçün və son. Bax, gətirdik, qoyduq birinci, bax, P. P-miz nədir? 1-dir. 1-i vurdum, i-nin birinci qiyməti nə idi? 1. 1-i 1-ə vuranda 1. Sonra i-ni artırdım, i oldu 2. Gəldim, yoxladım. 2 n-dən kiçikdirmi? Məsəl üçün, n-ə bir 5 verirsən, bəli, kiçikdir. Gəldim, P. P-nin qiyməti neçədir? 1. 1-i vurdum 2-nin kvadratına 4. Sonra artırdım 3. İm oldu 3. Sonra 3'ü artıranda bu elədi 9. Bir vaxt artıranda oldu 16. Yəni bizdə burada nəyi? Kvadratlarını, hasilini hesablayan bir alqoritm. Nə elədik? Başlanğıc n-i daxil elədik. Yenə hər hansı bir 1-dən başladığına görə 1-i verdik. İ'miz də birinci qiyməti 1 olduğuna görə 1-dən başladı. Nə qədər ki bizdə, yəni şərtimiz ondan ibarət idi ki, n-dən kiçikdir, bərabər olmalıdır. N-in qiymətini də almalıdır. P bərabərdir, P vurulsun i-nin kvadratı. Hər dəfə də i-ni bir vaxtda artırdıq. Cavabımızda P-ni çap elədik. Keçdik 29-cu suala. 29-cu sual çək götürək. Bir qədər blok sistemində uzanımlıq ola bilər. Nə deyir bizə? Deyir, mağazasının müştərilərə aldıqları kitabların sayına görə avtomatik endirim tətbiq edən sistem var. Sistem daxil edilən tam alınan kitabların sayına qərar verir. Ödənəcək məbləğ S hesablayır və kitabın qiyməti 10 manatdır. Bir sistem aşağıdakı qədərləşdir. Əgər kitab sayını 0-dan 1 alıbsa endirim yoxdur. 2-dən 4 alıbsa da 10% endirim var. Burada 5-dən 8-ədir 20%, 9-dan 12-ədir 35% alır. Yəni biz faizin bir dənə gətirək yenə. Bir dənə başlanğıcımızı əlavə edək. Sonra n ədədimizi daxil edirik. Yəni kitabın sayını daxil edirik. Və bizə dedi ki, hesablamada n-in qiyməti nəyə bərabərdir? Bizdə n-in qiymətindən asılıdır. Yəni bir dənə kitabın vurulsun 10 manata bərabər. 10 manata vurur. Və sonra gəlirəm şərtimi qoyuram bir dənə. Şərtim nədir? Əgər n-im kiçik bərabərdir birdən olarsa da hər qoluna keçəndə mənə nəyə verəcək? S bərabərdir m-ə. Yəni m-in qiymətini tapar. N-im 1-dirsə də, yəni endirim yoxdur. 1-ə endirim olmadığına görə nədir? 1-i vurdum ona, məndə nəyə? Onu çap elədim. Sonra yox qoluna keçirəm. Əgər sayı 1-dən çoxdursa da, məsəl üçün 2 dənədirsə də, onda mən burada bir dənə şərt verirəm. Yenə şərt verirəm. Burada nədir? 2-4 aralığını. 2 bərabərdirmi n-im? 2 bərabərdirmi 4-dən? Əgər bu zaman belə olsa, o zaman hər qolunda nə yazacağım? Hər qolunda onu yazacağım ki, S bərabərdir. Endirimi burada hesablayıram. S bərabərdir. M vurulsun 0-dan 9-a. Yəni 10% endirim olduğuna görə 0-dan 9 yazdım. Burada yox qoluna keçdim. Yox qolunda indi 3-cü mərhələni yazıram. 3-cü mərhələ yazanda nə göstərir? Əgər şərtimi verdim. Yenə şərtimi verdim. 5 kiçikdir bərabərdirmi? N kiçikdir bərabərdirmi? 8-dir. Əgər hə olsa, o zaman nə qədər endirimdir? Yəni bizdə endirim olacaq. S bərabərdir. N vurulsun. Bu 0,8. 0,8. Sonra növbəti, yəni yox qolu qalır. Yox qolunda da nə yazacağam? Yox qolunda da artıq məndə, yəni bu şərtlər ödənəndən sonra artıq bir dənə, yəni bizdə 3 dənə blok prompt lazım idi, yəni şərt lazım idi. Artıq deməli məndə burada bu ödənməlisə də, yəni 9-12 arasındadırsa da artıq bizdə bu yox qolundadır. Bu yox qolundadırsa da biz buraya yazacağıq, nəyi hesablayacaq? S bərabərdir, M vurulsun 0,65 və götürdük. Bunlarda hamısı axırda birləşir və nəyi çap edir? S-i çap edir və hər dəfə bax qiyməti yenə qoyuruq. Bax, M-in bərabərdir, M vurulsun 10.
Yəni bu bizdə bir dənəsi 10 manatdır. Sonra gəldi. Əgər mənim sayım 1-dən azdırsa da, yəni 0-dırsa da, 1-ə bərabərdirsə də, onda mən heç bir endirim tətbiq eləmədim bunu. Bu kitaba heç bir endirim tətbiq eləmədim. Keçdim ikinci mərhələyə. İkinci mərhələdə nədir? 2n bitimi 4, 2-4 arasındadırsa da mən buna 10% endirim elədim. Sonra gəldim 5 ilə 8 arasında. 5 ilə 8 arasındadırsa da o zaman mən buna endirimi tətbiq elədim 20% və əks halda yəni 9-dan 8-dən yuxarıdırsa da, yəni 12-yə qədər də ola bilər. Burada romb da verə bilərik. Yəni ehtiyac yoxdur. Artıq yəni 8-dən yuxarıdırsa da o zaman 35% endirimi tətbiq elədik. Növbəti sualımız getdi 30-cu sualdır. 30-cu sualda nə? 30-cu sualda deyir ki, Klaviaturada daxil edilmiş x tam ədədinin qiymətinə əsasən verilmiş x üzərinə gəlinsin 1, üzərinə gəlinsin 1 ifadəsinin hesablanan alqoritminin blok sistemini qurur. Bax, verdi bir dənə başlanğıc. Və n ədədini daxil elədim. N ədədini daxil eləyəndən sonra mən yazmalıyam ki, x-ım kiçikdir bərabərdir 1-dən. And x-ım fərqlidirmi 1-dən? Yenə bir dənə də and və x-ım bərabərdir -1-dən. Bu şərti ödəyirsə də, onu belə çəkdim ki, bu şərti ödəyirsə də həq oluna keçəcək. Əgər bu şərti ödəmədi, yox qoluna keçəcəm. Və şərti ödəyəndən sonra, yəni mən burada bu yox qolunda bu ifadənin heç bir mənası olmadığına görə, yəni bu ifadənin mənası yoxdur, çap edirəm. Və hər qolunda verilən şərtə uyğun olaraq bu hissəni yazıram burada. Burada da y-in qiyməti nəyə bərabər olacaq? Y-in qiyməti bərabərdir. X üzərinə gəlinsin 1, üzərinə gəlinsin. Burada. Nə var bizdə? Şərtdə var. Burada. İki dənə mötərizə açdım. Bunu yazdım. 1 minus x-in üzərində 0,5 bölünsün modul olduğuna görə ABS x çıxılsın 1. Bunu bağladım. Artıq mənim bu alqoritmim ona yetdi. Hansında qaranlıq nəsə qalsa, bunu bildirim, yenidən izah edin.